Salam. Sizi bu dəfə yarışdan yox, burada olmaq üzrə gələcəm. Səhər tezdən saat 9:30 və çıxmışam birinci zavtraq eləməyə. Görə başda nə işər? Yaxşı zavtraqlar var idi. Avokado. İndi onu demişəm. Deyəndə Amerikanlı kofe demişəm. İndi gəlsin dadına baxaq, qiymətləndirək. Bu səhər yeməyidir. Bunu demişəm. Yanında da ki, kofe demişəm. İndi dadına baxacağım, sizə deyəcəm. Bugünlük planlarımda hamı gəzməkdir. Birinci Kollecium arenasına gedəcəm. Sonra isə başqa bir müzələrə gedəcəm. Axşam Atinaya gəldim. Axşam əslində ev tutmuşam. Çox gec gəldi, çatdım. Ava. Hesab gəldi. 17 euro 50 sent. Qiymət yaxşıdır. Bu da Roma'dır. Roma. Kafe də buradadır. Art kafe. Gəlib yoxlaya bilərsiniz. Çok güzel heykeldi. Belə deyim də, qiymətlər nə yüksəkdir, nə aşağıdır, orta qiymətlərdir. Amma müzeylər biraz, müzey falan girməyə biraz çox pul aparır. Məsəl üçün,
İki tane müzeye üzü girmişəm. 40 euro gedib. Amma maraqlıdır. Filməyə dəyər, pula dəyər. İzləmədə qalın. İmkan olsa bir dənə sonraki videonu bəyənin də. Bu istinin altında bura kilsədir. Çoxsuna adını bilmədən içəri girirəm. Üzü sayın. Olur elə şeylər. Şəhərdən bildiyin tarixi gəlir. Nice. Belə qoxuyursan şəhəri. Hər tin, hər bucaq tarixdir. 18 euro. 18 euro belə pul deyil amma İndi buradan aşağı düşürsünüz və içəri daxil olacağım. Sabah gedəcəm bura. Bugün bilet yox idi. Sabah almışam bilet. Sabah bütün oran gəzəcəm, içərisini full. Müzəyə daxil olduq, həmin binanın alt tərəfi yerləşir. Şurada hamının qətiyyatlığı yer. Nə qədər adam var ha burada. Deməli, Galera Nazionale. Burada gözəl rəsmlər. Buranın girişi 15 eurodur. Bir nəfər üçün. Deməli, indi gedirəm Vatikana. Taksi vurdum. Burada bir işləyir, o boş dəmir. İndi gedirəm gəzməyə. Vatikan ikinci ölkədə bura, İtalyanın içərisində. Çox qəşəngdir axı. Çox vahiməli bir tavanı var. Çox gözəldir içərisi. Dəhşət. Dəhşət bir yerdir buraya. Bura nə bileyim. Sənət, əsər, dəhşət. Dəhşət. Dərəcədə superdir. Tavan. Buranı gəlib görə bilərsiniz. Pulsuzdur içəri girmək. Pul almırlar. Ödənişsizdir. Amma gəlib görməyə dəyər. Mütləq gəlin görün buranı. Maraqlı bir pizza demişəm. İndi
Gözlük sifariş gəlsin. Dadını nəsə edəcəm. Görün baxım dadına. Quer mandar me dizer que tá? Da Blésia, nossa Mükemmel. Burada deyirlər. Kərəm ağlamaq tutdu. Biz tək kəsməni çox sevirəm. Rahat oluram ona görə. Ürəyim arası gedə bilirəm. Çox adam gəzməni çox sevmir. Oturaq eləyək, falan şey eləyək. Ona görə mən tək gəzməyi daha çox sevirəm. Deməli, buradan gəlirəm belə, buramın keçirəm üzdüm içəri. Görüm ki, cama alıb yeyir. O, gördüm nə? Burada bir dənə növbə var. Bir dənə növbə deyən Allah. Biabır oldu məsələ. Tiramisudur. O vaxt növbə var, tiramisunun qabağında. Hələ gəlsə əylən. Əylən, ye, iç, gəz. Sabah uçuram Palermo'ya, Sicilia'ya. O çox maraqlı olacaq. Olsa maraqlı olduğunu bilirəm. Orada şey daha yaxşıdır. Çünki həm şəhər gəzməyə yeri var, həm də plajı var. Yaxşı dənizi var. Gəzirsən belə. Qava belə bir mənzərə çıxır. Hələ bir ki, indi döyüş olacaq burada. Deməli, özüm bir dənə tutmuşdum. Burada 2 günlük, 2 gecə. Deməli, onu ödəmişəm mən 2 günlük 150 avro. Mən içəri girəndə burada otağıma. Bu da mənim otağımdır. Otaqda xaladenik var. Televizor var. Deməli, bir yataq otağıdır. Burada yatmağa yer, çay, kofe, televizor, kondisioner. Bir də ki, hamamı var, qəşəng. Çox təmiz, rahat və keyfiyyətli və ucuz. 150 avro indi bahadır, amma şəhər mərkəzində 150 avro qəşəngdir. Amma mən tez tutmuşdum, indi qiyməti soruşdum, 230 avrodan başlayır. Sabahınız xeyir olsun. Bugündəki Romanın 2-ci günündən. İndi gedim bir dənə yaşayan restoranda bir zavtırıq. Acam. Dünənki restoran yaxşı idi. Belə kafe kimi idi, amma yaxşı idi. İndi başqa bir yer kəşf etmək istəyirəm, görüm. Yaxşı zavtırıq harda verirlər, səhər yeməyi. Sonra bu günlər gələcəm Kolezyumun içərisini, ailənin içərisini görəcəm. Çünki dünən demişdim, bilet ala bilməmişdim, yer yox idi. Bu gün almışam bileti. Oranı görəcəm, sonra şəhər fırlanacam. Sonra gələcəm hava limanına. Palermo'ya keçməliyəm. Orada 4 gün qalacam. Belə. Deməli, gəldim Pendir kafeyə. Göstərdim sizə indi nə sifariş eləmişəm. Mənim şinyatda, bu ikisini yoxdur. Bir ki, burada ən favori şinyatlardan biridir və Amerikanın yanında. İndi gətirib qoyub stola, deyirəm ki, vilka var. İtalyanlar əllə yeyir. Heç vaxt vilka ilə yemək. İtaliyada olanlar bilməyər. İndi dadına baxacağım. Sevdik. Bir də dostlar, əgər bilsən ki, mənim ingiliscim çox azdır, bilmirəm, yol çıxamıram. Nəyə görə? Məndə də azdır, amma yenə də yol çıxıram. Mənə bəs eləyir. Mən istəyirəm ki, qorxmayın, rahat çıxın, gəzin, uçun, yol tanıyın. Belə qorxmayın da, deyin ki, mən gedib təzəm, bazarmayacağım. İtmək söhbəti yox, deyirəm də. İmtiyazsız olandan sonra rahat gəzirsiniz, hər yeri gedirsiniz. Mütləq şəkildə gəzin, qorxmayın.
dostdan çıxa bilər, tanışdan çıxa bilərsiniz. Bir də ki, gələndə çox da sizə nağd pul götürməyin, az pul götürün bəs eləyir. Qoyun kartınıza, rahat da hər yerdə kartla istifadə edə bilirsiniz. Bu sular buz kimidir, buz kimidir. Ancaq kranda yoxdur da. İçməyə sudur. Çox buz kimidir, elə bir dağdan gəlir, haran gəlir. Bunların kranda yoxdur, ancaq belə axıb gedir. Bu şəhərin hər yerində var. Bu da Troyanın atıdır. Nəyə görə bunlarda deşiklər var? Bütün divara deşiklər var. Nəyə görədir bunu? Yağışlarda falan vlog edirəm. Belə tarixi gəzintilər işləf edirəm. Ola bilər, sizə səhv edeyim də. Bu da mənim ilk vlogumdur. İlk dəfə çəkirəm belə bir şey. Cara, no Beira Rio tem mais gente. Hoje o Inter e Flamengo vai ter mais gente que o. Teve ontem dado Inter e Flamengo. Bunun üstü olub. Bunun üstü indi yoxdur, indi dağılıb. Bunun üstü olub və bunun üstünə döyüş edib. Və buradan yuxarıdan da baxıblar. Bunun içində isə məhbuslar falan, nə bilim, yırtıcı heyvanlar saxlayırdılar. Mən belə oxumuşam. Deməli, burada baxıram, pul atıblar, pullar var burada daşların üstündə. Orada daşların üstündə pullar atılır. Və gəlirsiniz, pulu ata bilərsiniz daşların üstünə. Bilet alanda ayrıdan üzbüz, yenidən bir kənd var. Siz gəlib onu görə bilirsiniz rahat şəkildə. Orada pulun üçün daxildir, 18 euro ödəyəndən sonra. Onu da eləyə bilərsiniz. İkinci növbədə bileti alanda onlayn alın. Çünki gəlirsiniz qapıya deyirlər ki, bugün bilet qutarıb, geri yoxdur və siz geri dönürsünüz. Ona görə bileti onlayn şəkildə almaq lazımdır. Mütləq şəkildə su götürün, su. Bax deyirəm, yoxsa 4 euro, 5 euro suya verəcəksiniz burada. Yoxsa burada krantlar da var, amma belə bir qabuz olandan sonra rahat oradan doldura bilirsiniz. Qəşəngdir. Buraxsaydılar bu dəqiqə oraya bir kəllə vardı, yəni, inansınız. Orada içəri buraxmırlar. Ancaq yuxarıdan. Dəhşət böyükdə buranın arası. Rahatca bir 2 saat lazımdır. Ən az 2 saat lazımdır. Ona görə bura gələndə biraz vaxtınızı çox ayırın ki, daha çox gəzə bilərsiniz, daha çox görə bilərsiniz. Adı donmuş Agustina. Deməli, bura stadiondur. Stadion Palatino. Yazılıb burada. Long garden. Və burada göstərdiyim kimi stadionun arasıdır. Pastı gəldi. Pastanın görünüşü. Belə deyim ki, wow-dur. Wow deyil, pis deyil. Qəşəngdir. Qapıdan girəndə orada 6 cür çeşidi var. 10 euro kola və normaldır. Burada normaldır. Mənim olsun.
Deməli, neçə saatdır yol gəlirəm. 45 dəqiqədə bir saat yaxın yol gəlirəm. Bir dənə deşikdən baxmaq üçün. Amma durur növbədə burada o qapının deşiyindən baxmaq üçün. Və indi gedəcəm. O deşikdən nə görsən sizə göstərəcəm. Bu qapının deşiyindən bir mənzərə açılır. Enerjim bitdi. Saat 16:41. Enerji 0. 5 euro.